Salam yoldaşlar, hər vaxtınız xeyir. Birinci şans blok imtahanında istifadə olunmuş belə bir test tapışına baxırıq. Sərtliyi 1 kN/m olan yaya bağlanmış cisim harmonik rəqs edir. Yayın potensialinin zamanlıq qrafikinə əsasən cismin 4 saniyə müddətinə getdiyi yolu bizdən soruşur. Və sərtlik 1 kN/m, bu 10^3 Nm, yəni 1000 Nm bərabərdir. Zamanımız 4 saniyədir və davam edirik. İndi mən baxıram ki, birinci addım, ikinci addım, üçüncü addım, dördüncü addım. Deməli, bizim periodumuzun qiyməti 4 saniyə bərabərdir. Rəqs sayını tapaq. N bərabər T bölünsün T. 4/4 edir 1. İndi potensial enerjinin maksimal qiymətini bizə verir 1/8 Joule. Potensial enerjinin maksimal qiymətinin düstunu yazaq. Potensial enerjinin düstunu yazaq. Kxm kvadratı bölünsün 2. Burada xm'i amplitudu tapsaq, kök altında 2 yer potensial max bölünsün k. Qiymətlərinə qoysaq 2, potensial enerjinin maksimal qiymətini 1/8'i qeyd eləmişik burada. Sərtliyin qiymətini bizə verir 10^3. Bu olacaq 3,6 böl 10^3. Bunu necə göstərə bilərəm? 3,6 vur 10^-3 şəklində. Bunu da göstərə bilərəm 36 vur 10^-4 şəklində. 36-dan kök çıxır 6, 10^-4-dən kök çıxır 10^-2. Bu nə deməkdir? Bu 6-nı 100-ə böl deməkdir. Yəni metrlə qiymət tapmışıq. Bunu santimetrə çevirsəm 100-ə vuracağım, olacaq 6 sm. Bu amplitudun qiyməti 6 sm. Daha sonra bir periyod müddətində, yəni n tapmışıq 1 periyod müddətində yer dəyişməni, daha doğrusu yolu S bərabər 4xm ilə tapırıq. 4 vur, xm-in qiymətini bizə verib 6. 4 vursun 6 olacaq 24 sm. Deməli, bir periyod müddətində, yəni 4 saniyə müddətində cismin getdiyi yol 24 sm bərabərdir. Sualın cavabı 24 sm.